Uşaq vaxtı kimsəsiz uşaqların kirli yanaqlarına baxanda mənə elə gəlirdi ki, onların tez-tez üzündən öpən anaları olmadığı üçün yanaqları kirli olur. Kimsəsiz uşaqları saçlarının dağınıqlığından, ayaqqabı bağının bağlanmasından, köynəyinin şalvar içindən yarımçıq çıxmasından müəyyən eləmək olur. Təəssüf ki, kimsəsiz uşaqların təri öz-özünü soyuyur. Kimsə onların kürəyinə dəsmal qoymur. Kimsəsiz uşaqlar həmişə başqalarının köhnə kürüşünü geyinir. Heç kim onlara ayaqqabı alıb soruşmur. Sıxır, sıxmır. Bəyəndin, bəyənmədin. Onların zövqü, arzusu, planı kimsə üçün maraqlı deyil. Kimsəsiz uşaqlar məktəbdən başqaları kimi sağa-sola baxaraq çıxmır. Dərslərini özü oxuyur, kitablarını özü izləyir. Hər dəfə valideyn iclasında görən bu dəfə kim gələcək sualı ilə üz-üzə qalır. Mənə həyatın şilləsi olan bir hadisə baş vermişdi. Uşaqlar evinə getmişdik. Stolun üstündə əlim şirəyə dəymişdi. Və mən orada reaksiya olaraq demişdim ki, ayda bu nədir? Əlim şirəyə dəydi və uşağın biri düz gözümün içinə baxaraq dedi: "Ay bacı, nə şirin. Burada şirin olmur. Burada hər şey acıdır." Düz gözlərimin içinə baxıb mənə dərs keçən o uşaq məndən daha pozitiv, daha həyata tutqulu biri idi. Kiçik cümləndə mənə böyük dərs keçdiyin üçün çox sağ ol balaca.